Gəldik, bir forum var idi, onu doldurduq, imzaladıq. İndi həmişə kimi bizə bir riletka verdilər. Onu giyinirik ki, bilinsin ki, biz gəlmişik maşınlara baxmağa. Deyirəm, havalar isinib, əsl istirahətin vaxtıdır. İstədiyiniz istiqamətə ən uyğun biletləri aviasas.az-dan əldə edə bilərsiniz. Çünki Aviasas bilet satmır, ən ucuz bileti tapır. Salam hər kəsə, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Neçə illərdir mən Dubaya ayaq basandan, ilk Copart videosu çəkəndən hər dəfə mənə deyirsiniz ki, Fəxri, Dubaya get Copart videosu çək, Dubaya get Copart videosu çək. Axırıncı səfər, səhv eləmirəmsə 2 il bundan əvvəl çəkmişdik. Keçən il gələndə çəkə bilməmişdim, çünki Dubayda o dəhşət yağışlar olan vaxtları idi. Yəni gəldi, hətta bura kimi dedilər ki, qardaş, içəridə gördüyünüz kimi yer qum olduğuna görə palçıq falan da heç yeriyə bilməyəcəksiniz. Buraxmadılar bizi, pis olmuşdum. Amma onun əvəzini bu günləri çıxırıq və yanımızda da maraqlı avtomobillər var. Copart videolarımı çox sevirsiniz. Yəni bundan əvvəl 2 seriya çıxıb, onlar çox yaxşı izlənib. Təşəkkür edirəm. Elə videomuza başlamazdan əvvəl də zəhmət olmasa videomuzu bəyənin. Bax, gözləyirəm. Dayanmışam. 300 min olmuşuq təzəlikcən. Özümü təbrik edirəm. Bir də alqışlayaq zəhmət olmasa. Sağ olun, dəstək olduğunuz üçün. Bir şey də izah etmək istəyirəm ki, burada niyə bu qədər maşınlar var? İlk dəfə bu video prosta sizin qabağınıza çıxırsa, bu qəribə formada Aventador görürsünüzsə, sual gələ bilər ki, bunlar maşınlara atırlar qırağa, nə bilim, Dubayda maşınları heç biraz sürürlər, atırlar yolun qırağında. Elə söhbət deyil. Bura Copartın, məncə artıq bizdə hamı Copartın nə olduğunu bilir. Copartın belə düşünün ki, Dubayda yerləşən filialıdır. Və burada olan avtomobillər, yanlış da olmasın, o niyə anqırdırırsınız orada? Yəni, səhv də demiş olmayayım. Olay nə formadadır? Amerikadan böyük bir, belə deyim, tirajla maşınlar gəlir bura və vaxtaşırı formada buradan da auksiyona çıxır, satılır. Siz də istəsəniz Copartın Dubay filialından da avtomobil ala bilərsiniz. Hansı tip avtomobillər var desəniz, onları elə bugün bu videoda çəkmək üçün bura gəlmişəm. Yəni bilənlər bilir, birinci bu superkar hissəsindən başlayırıq. Ən bahalı, babat maşınlar burada olur. Daha sonra böyük bir əraziyə keçirik. Orada aralıqda maraqlı maşınlar da çıxıb eləyir. Nəysə, çox sizi vaxtınızı almadan başlayaq. Hal-hazırda təmiz 40 dərəcə isti var hal-hazırda olduğumuz yerdə. Ona görə də əlimdə biraz su ilə gəzə bilərəm. Yəni, üzürlü sayın öncədən. Başlayaq məncə artıq. Aventadorumuz var gördüyünüz kimi. Bu Aventadorun biraz düzdür, büküblər, eləyiblər, amma heç bir fərqi yoxdur. Buradan yenə toz falan dolur onun içinə. Hətta belə çox şey eləməyim. Misal üçün bu maşın fevralın 19-u 2025-ci ildə gəlib bura. Mənim ad günümdən bir gün sonra gəlib. Onu deyə bilərəm. Hələ də buradadır. Burada Bentley'lər var, amma bunun yanındayıqsa, qoy bunu da göstərim sizə. Səhv eləmirəmsə bu Mansor'ıdır. Özdə baxım böyrünə başına. Vo, Mansor'ıdır. Vo. Urus Mansor'ı gördüyünüz kimi qəzalı şəkildə burada dayanıb. Məncə bunun içi də açıqdır, yəni. Deyən görüm. İncitmək istəmirəm. Bəzən gəlib burada maşınlara ziyan verirlər, amma mənim onsuz bu yazıq olan olub da buna, başa düşdüm. Bu biraz da məhv eləməyin adı yoxdur, amma həqiqətən açılmır. Açılmır, yəni krılonu əzmək istəmirəm o məndə. Salon bu formada gördüyünüz kimi. Çox şey eləməyək. Amma heyifdir bu. Oha, maraqlı şeylər hələ var orada. Burada daha bir Aventador var. Bunun da təkərləri qırılıb. Canə. Yəqin ki, açılmayacaq. Tok istəyir. Bağlıdır bu da. Amma böyrü üstə dəyib bu nəsə. Canə. Hər dəfə mən bura gələndə bir ürək ağrısı keçirdirəm, yalan deməyim. Gəlin başdan olan o maşınları da göstərək. Çünki Aventador falan göründür ki, Bentayga çox da adamın vecinə olmur, yalan deməyim. Burada belə bir Bentayga var. Bentley, fikir verin millət. Bu Dubai polisi maşını olub, bax. Bax. Vinilin yerləri də görünür, baxın. Qəribə, polis deməli
Ancaq Amerikadan deyil də, burada olan bəzi qəzalı maşınlar da Copart'ın yardına düşür. Dubai polisləri də kef eləyir ha. Bu Bentley falan, qəşəng. Luxury. Görsə, fikir versəz, polis yazısı falan. Nəsə, bu dəfə ballıyıq deyə düşünürəm. Maraqlı maşınlar var, yəni polis maşında görmüş olduq. Daha sonra Bentayga bunun rəngi çox qəşəng. Deyəcəydim, sana nə olmuş? Gördüyünüz kimi millət, arxadan dəymiş daha bir Bentley'miz var. Daha bir Bentley'miz var. Daha bir Bentaygamız var. Buraları gördünüz, Bentley'lərə çox girişmirəm, amma misal üçün, keçən səfər mənə bəzi kommentlər gəlmişdi ki, qardaş, indi sənə motosikletə marağın yoxdur, ona görə motosikletləri göstərmirsən. Çünki motosikletlərə də marağım var, amma maraq oldu, olmadı, istəyirəm sizə də göstərim. Burada, amma çox da millət, başım çıxmır, yalan deməyim, yəni üstünü oxuyub deyəcəm. Hayabusa da bu yəqin, nədir bu? G6R 1300, 1300 kubluq Brok performans quruşdelindən belə bir söhbət var, amma bu çox elə bil dəyib. Ya da düzəldərlər, bizdə bunu da düzəldərlər. Daha sonra uzun yol getmək üçün BMW-nin GS modeli var. Uzaq yol bizdə çox tutulmur, amma Harley var, misal üçün var. Qotazlar zadı yerində. Misal üçün, bunu almaq olar millət, bunu oynaya bilərsiniz. Bir dənə burası əzilib. Burada nəsə var, nəysə bunu qoydum. Misal üçün də bir gəldim. Deyən görüm. Yəni, o effektini tam verə bilməsəm də belə bir Harley'miz var. Amma ondan bitmir. Ya burada şeydir, kuryer mopedləri də var, onları göstərmirəm daha. Bunlar adi şeydir, amma belə bir Harley'miz də var yəni. Pulsar yəni burada da var misal üçün. 150 kub Pulsar da ala bilərsiniz, amma sən kimsən? Brembo ilə adla 1100 Aprilia, vot. İtalyanski bike, 1100 kub Aprilia. Düzdür, qabağı biraz dağılıb, amma bizdə bunu da məncə həll eləyərlər, amma bu xoşuma gəldi. Bunun özə fikir versəz, rulun da əyiblər. Bilmirəm, indi qaqaş belə sürürmüş, yoxsa sonra əyilib, onu bilmirəm, amma bu qəşəngdir, bu xoşuma gəldi, yalan deməyim. Bu nə, Honda, belə 150-160 kub şeylər var. Ona görə buraları çox dərin girmirəm. Amma misal üçün, Akrapovic egzosla Aprilia var bir dənə. Bunu da görüm, hamısının qabağı gedib. Məncə bunu düzəldərlər amma burada. Öhlins amortizatorla, nə bilim sizə deyim, Brembo zad. Tuonov V4. Neçə kubdur bu? Neçə kub olduğunu bilmirəm. Bəlkə də axtarsam taparam, amma Akrapovic mənə burada şeydədir. Bir səsini eşitmək istəyərdim açıq, yalan deməyim. Sonra misal üçün, Tələbat, Kərim, bu belə minimal bayıqlar var. Bunları çox göstərmirəm. Misal üçün, bunu belə satırlar yəqin. Bu ölümlü, itimli işə oxşuyur bu nəsə biraz. Ona çox fikir... Çox başım çıxmasa da, deyəsən, Bakıda polis əməkdaşlarının sürdüyü bayqa çox oxşuyur. Yəni, forması. Məncə ondandır. R1250 RT. Gözdə bir də şey olum da, Bakıda otura bilmirik, burada gözdə bir... Ay maşallah. Nə boydasan sən? BMW motorrad. Amma bu uzaq yolun əyninə deyəm, millət, kalonkası, monitoru, zadı. Millət, bu qəşəkdir, düzdür. Mənə bir 2 razmer böyükdür bu motosiklet. Amma əcdadır ya. İndi bilmirəm, əgər doğrudan bizim polislər bundan sürürlərsə halaldır. Yəni, bu boyda şeyi sürməyə, nətər sürürlər, baş açmadım. Ağır görünür. Suyumuzu götürək. Bir dəfə ağıllanmışam, su ilə gəzirəm. Bunları bildik, tələbatlar. KTM var arada bir dənə gizlənib. Bilməm nə dərəcədə maraqlıdır yoxsa yox. Orada da var da belə babat bir şey gözümə dəysə, məncə görərdim. Davam eləyirik maşınlarla. Canə, mən bəyanə biləm Kaliforniya zadda çox baxmıram sənə. Kötü. F8 Tributo. Mən bu maşını bir neçə il əvvəl incələməsini çəkmişdim. Ya bu maşın deməyim, bu maşınla. İncələməsini çəkmişdim. Elə maşınları bu formada görəndə adam istəmsizcə üzülür.
Pis oldum, hə. Amma bunu yığmaq olar görəsən. Düzdür, Ferrari'lərdə, bu modellərdə mühərrik arxadadır. Yəqin ki, açılır. Gücüm çatmadı. Yo. Açsam pleksini qıracam. Fikir versəz ora. Şey eləməyim. Qoy, sən Allah, bunu da kimsə alacaq, daha çox ziyana düşməsin də, bunu da qırmayaq. Amma qabağı falan göstərsin. Qabağı məncə salamatdır. Tribut olsan, sən burada nə işin var? Nəysə, onun yanında daha bir Bentayga var, amma Mansory fason, Mansory vurublar, disklər, maraqlı disklər, məsələn, disklərini oğurlamaq olar burada. Oğurlamaq da deyəndə, yeri gəlmişkən millət, onu da deyim ki sizə, bu videolarda komment olur ki, qaqa filan şeyi farasını gətirə bilərsən, nə bilim, orada filan maşın var, onun qapısını neçəyədir falan. Burada heç nə belə çöp belə satılmır da, yəni zbor maşın lot olaraq satılır. Yəni bilənlər bilir, bilməyənlər üçün də belə ara sıra məlumat verirəm. Burada bir Kaliforniya var, yazıq, farasının biri yoxdur. Bu çox dərin getmirəm. Niyə görə dərin getmirəm? Çünki yanımızda McLaren var, qardaşım. Bu McLaren özü təzə modeldir nədirsə. Bunu burada niyə incidirlər? Bu harası dəyib ki? Baxım görüm. Harası dəyib? Bu vandalizm zad olub. Nə olub buna? Nə, qapı çək eləyim. İnanmıram, amma can, açılma açıqdır. Deyən. Welcome to the candy shop. Qapı deyirəm sənə. Mən girirəm bunun içinə, mənə bağışlayın. Hoppa. Motorun krışqası adı yoxdur, amma çox balacaymış. Belə, Power Wilkin audio sistemi falan da onları demirəm. Bunu da bir bağlayayım. Açılmadı da, qaldı içində. İndi mən nətər çıxacam? Çox sağ ol, çünki açılmırdı. Öyle də. Belə düşürsən. Gedirsən. O yanında Maserati var. Bundan şəhərdə çoxdur. Bu göstərməsi olar. Galenwagen var. Burada pikaplardır. Millət, hiss elədinizsə, babat maşınlar hissəsini keçdi. İndi daha maraqlı tərəfə keçirik. Çünki burada aralıqda maraqlı şeylər olur həqiqətən. Məncə görürsünüz ki, Aston Martin var orada bir dənə. Gəlin ona da baxaq. Amma millət, maşın çoxdur həqiqətən. Yəni bura kimi gəlib çıxıbsa, belə bir Aston Martin var. Qapısı açıqdır. Düzdür, krılosunu zədəliyiblər. Məncə biz də açsaq sorun olmaz. DB11 belə, yəni içi başı sökülü formadadır. Bunun zədəsi, özü karbonu çoxdur. Bu nəsə custom işlər görüblər. Bizdə o qədər də göyçək görünmür, yalan deməyim. Amma nəysə, var. İndi suyumuzdan biraz içirik. Yaxşı bir dənə moment bilsiz nədir? Harda başlayaq, harda qutaraq. Burada hər an belə qabağımıza interesni var, belə ekskavator. Ekskavator. Deyir, mənə çəkmə. Xaraşo. Yaxşı. Gəl. Sonra, ekskavator. Nə içsən? Bildim də. Var, icazəm var. Dəli deyə cəmaat. Mənim deyir, üzüm düşməsin. Ölürdük sən üzün üçün. 10 milyon əhali oturub ki, bu traktoru sürən kimdir? O biraz rəhli-məhli şeylər ediblər. Yox, sadədir, elə bir şey deyil. Daha maraqlı bir şey gözləyirdim. Allah, sür getsə, Allah, sür get. Sür get. Millət, gördünüz də kimdir sürən? Xəbəriniz oldu da bunu kim sürür? Yanımızda belə bir patrol var. Bu aşıb da, yəni bu başqa burada söhbət yoxdur, amma çoxdandır yəqin buradadır. Məsələ bu deyil. Burada X7 var. M60. X7 M60. Misal üçün high classdır da, hara fırlatsan.
Bunun əziyi hardandır, gəlin görək. Yəqin ki, içi açılır. Bu elə bil. Bu su görüb. Heyf. Bu su görüb. Çünki buralarda falan fikir versəz, yəni dərhal baxan kimi məncə tutmaq olur ki, bu çimib, bu çimib. Çimib məncə yaxşı şeydir, sözdür belə maşınlara. Bağlayaq. Sonra Bakıda sevilən, burada da sevilən Defender'in çakması kimi Jetor T2 dəyib, babat dəyib, sizə deyim amma. Yəni, belə bir formada əzilib, amma bilmirəm, mən hündürdən nədirsə biraz hündür bir şey deyib. Çünki aşağı hissəsinə heç bir şey olmayıb. İndi hansı udarla dəyməyinə baxır. Belə desəm pis deyil amma çox. Yəni konfet kağızı falan olmayıb. Normal maşın kimi də əzilib. Yəni bir olay yox. İçinə də baxaq. İçində də normal olaraq paduşka batıb. Şitdəki paduşka atıb, amma kəmərləri qəşəngdir. Narıncı. Qaşaq. Хорошо. Başqa nə var? Bu dəqiqə ovdayam da bildiyiniz. Misal üçün, axırıncı 7-ci seriya. Bagajı falan açıq qalıb. Misal üçün, bəzən suda batmış maşınları belə bagajı açıq zatda saxlayırlar ki, biraz qurusun mu deyim, nə deyim. Amma bunu bilmirəm, açılacaq şeyi. Heyf deyil köhnə maşınlar, atdın, açdın. Təzələrdə açılmır təbii ki. Hər şey toklandı deyə. Bəlkə də bagajını ona görə açıq qoyublar, amma maşın pis vəziyyətdədir. Onu dəqiq deyə bilərəm. Yaxın, yəni görürsünüz bunu almayın. Amma ala da bilərsiniz, ucuz versiyalar götürün. Orada bir dənə BMW var. Amma sizə deyim, burada M falan çox adamın rastına çıxmır. Zaten G30'dur səhv eləmirəmsə. Bunun qabaqdan əziyi pis deyil. Bir dənə qabaqdırsa okeydir yəni. Baxım, içi zad da qəşəkdir. M paket, kərpiç, düzdür. Şeylər atıb biraz. $520. Bəzi bir iki dənə veşlərdə bagajındadır. Çox şey eləməyək. Çalışıram maksimum az maşınlara toxunum ki, alan adam qoy əziyyət çəkməsin. Yəni mən də nəyinsə onsuz yazığın bəxti gətirməyib də maşının. Biraz da mən zədələməyim. Bu olsun, keçən səfər axırıncı videomuzda 911 falan çox idi. İndi burada əsasən aşağı klas maşınlar görürəm hələ ki. Belə bir fiyatdır millət. Qabaqdan dəyib, babat dəyib amma. Bu yazığın nə canı var ki? Bum, zad partlayır. Robot karobka, Evropeyka. Benzin nasosun səsidir, çox güman ki. O səsə oxşuyur. Bir dənə də Çin avtomobili tapmışam. Burada Çin avtomobilləri çoxdur. Ümumiyyətlə Middle East'də, yəni həm Dubai olsun, Qətər olsun, Ərəb Əmirliyi də belə desəm, Çin avtomobilləri dəhşət çoxdur. Yəni bizdə Biləcərdən qırağa çıxmayanlar elə bilir ki, harada pis maşınlar var, bizə gətirir. Elə söhbət deyil və pis maşın deyə bir şey də yoxdur, pis sürücü var. Onu deyə bilərəm. Burada belə bir şey var, BYD. O BYD-ni də sizə göstərim. Baxın, buradan yandan dəyib, paduşka açılıb. Açmaq açılır. Da salonu. Yəni paduşkalar öz işini görüb də necə lazımdır. Hamısı açılıb, işləyir normal. Yəni belə. Burada yar çox böyükdür. Yenə girək aralardan görək. Aralardan oho! Altı qapılı panorama. İndi yenə deyəcəksiniz ki, şeydir. O 600 videomuza S5-də 600 demişsiniz uşaqlar. Bilirəm 600 600 deməkdir, amma Bakıda hamı W140-a 600-dir. S320 olsun, fərqi yoxdur. İndi cavan 2005 təvəllüdlər bəlkə biraz qəribə gələ bilər. Yəni bizim vaxtımızda elə idi. Qozar amma hansı ki Y-Class. Yəni bu kuzovada panorama deyirlər. O niyə panorama deyirlər? Əslində lüku şüşəli panoramlı olduğuna görə panorama deyirlər, amma lüku oldu olmadı bizdə hamısına panorama deyirlər. Niyə açıqlayıramsa da, nəysə.
O komment yazanları da öpürəm. Göz həf tuturlar. Sağ ol. Neyse, 6 qapılı panoramamız var. Bundan görməmişəm Bakıda. O görə maraqlı gəldi. Ya kırlasın onsuz şeydilər, qapısını əzməyək. O olmur və bu olsun. Tema. Buna bax içində. Bu əsil Rəşad sundu ya. Arkada oturmuram deyir. Məsələn, ortada oturtursan onu. Məsələn, buna bəyənmədin qardaş. Bura xoşuma gəlmədi. Gəl burada əyləş. Çox belə qəribə. İçin göstər. Çox belə qəribə. Məsələn, qapıları örtək. Bu qapı da çox belə şey deyək. Ögey oğul kimidir. Buna var bir də. Priçdə vurursan, qardaş, orta qapı lazımdır. Orta qapıya bax, bunu hardan tapasın sən. Neysə, davam eləyirik, üzü o tərəfə gedək. Wrangler var, ürəyimiz ağrıyır, heyfdir. Bu Toyota'nı çox sevirlər burada. Düzdür, bu dəyib, amma bu kuzovları çox xoşlayırlar. Həm hətta desəz, belə sani, mani, yəni eko sinifinə aid, bu yanıb, düzdür. Eko sinifinə aid bir çox avtomobillər də var. Düzdür, onlar bizə maraqlı deyil, biz istəyirik elə maraqlı olan, Bakıya maraqlı olan verdiyim maşınları sizə göstərək. Siz də istəsəz, əlaqə saxlayıb, Copart'ın nömrələri falan var. Yəni, Dubaya gəlib, hansısa yeminli maşına baxıb, sonra auksionda iştirak eləyə bilərsiniz. Yəni, misal üçün də atıram, Bentayga alassan, mənim videomdan görmüsən misal üçün. Gəl burada, bu jaketdən versinlər sənə. Gəl burada bax maşına, nəyi var, nəyi yox, xərcin nə çıxacaq falan filan. Ona uyğun artıq stavkavı, yəni bidivi elə bu formada. Görə maraqlı başqa nə var? Bunu babat incidiblər də, amma yəni bu çox dəyib biraz, elə bil ki. Bu çox dəyib, çox qalıb. Vaxtı zamanında salonu qırmızı rəngdə olub. Düzdür, indi ondan əsər əlamət qalmasa da, neysə, bağlayaq. Nə qədər bağlanırsa da, yəni belə idi. Biz gələndə belə idi. Ancaq ölüxanaya falan bəlkə sərf eləyər, zapçast olaraq. Sportage var, nə bilim, təzə deməyim, Perspasledni Land Rover, özdə Land Cruiser var. Belə, amma daha financial mistake axtarıram biraz. Yəsin ziyana salan bir şey axtarıram, misal üçün. Gözdə tapacam. Porsche falan az vururlar axır vaxtlar. Keçən səfər çox idi. Millət, amma burada yəni çox diqqətli olmalısan, gözün çox yaxşı görməlidir ki, aralarda bir görsən nəsə maşın olur, sən onu görmədən keçsən. Düzdür, mən videoları burada çəkəndə %100 hamısına baxa bilməsəm də, sağ olsun, burada belə bir S-klasımız var. Xətrinə dəyiblər yazığın. Hayf. Krugom dəyib. Sağ olsun, şüşəsi açıq olmağı çox. Sonra sən... Bizdə qara olub maşın. Bunu vinillə yəqin dəyişiblər. İçi pis gündədir. Buralar falan. Neysə. Range Rover var. Maserati orada gördüm. Grecali maraqlı deyil. Çox güman ki odur da Datsun. Yoxsa Subaru? Hə, GT-dir. GT86. Təzə GT86. Niyəsə Datsun şeyə oxşatdım. Datsunu oxşatdım. Can, sənə də incidiflər, O harası dəyib görüm. Subaru BRZ. Boşumda Toyota GT86, Subaru BRZ eyni şəssidə olan maşınlardır. Bunu bilməm harası dəyib. Bəlkə də motoru yoxdur. Biləmədim. Amma, misal üçün, belə bir yaxşı Range Roverimiz var. Dosta, qardaşa qismət olası. Şotka düzdür, ağzımıza girir. Cabrio Range Rover. Bu zamanında kalonka olub millət, yəni deyim. Nəysə, bu keçmiş olsun. Yəqin sığorta ödəyib pulum, indi bilmirəm. Patrol var. Alfa Romeo arada gizlənib. Bunu da vurub əziblər. O tərəflərdə yananlar çoxdur və o tərəfi, imin uçdu,
sırf Teslalar üçün ayrıblar. İlkin oranı sənin üçün çəkəcəm, Teslaları göstərəcəm. Amma burada bir Bentley var, küsüb, bizdən inciyib. O Bentley'ni də istəyirəm sizə göstərim. Yəni, taksi maşınları, Camry falan da var da, yəni. Düzdür, kimə lazımdır bilmirəm, amma göstərim mən. Can. Bu özdə zəncirvari qəzada olub bu Mercedes. Qabağı da dəyib, arxası da dəyib eyni formada. Burada belə bir yatmış, yuxuya getmiş bir Bentley var. Heyf. Bu da bəlkə də eyni avariyada olub. Bunun da qabağı da dəyib biraz, arxası amma daha çox dəyib. Hətta pnevma balonu bagajda deyil, yerdədir. Yəni bu normalda bagajın içində olur. Nətər yığılıbsa, buna yer çatır. Yer yoxdur buna bagajda. İçinə də bir dənə baxaq, nə rəngdədir, nədir. Baxa bilmirik, amma mən belə görsəm kərpiç salondur. Bir dənə də Bentley var, özdə qızılı fason rəngdə. Bentayga daha doğrusu. Belə bir şey. Burası Tesla Land'dir millət. Yəni model 3, model nə bilim Y, X, Mix, nə istəsəz buradadır. Düzdür, Teslalardan çox aram olmasa da, ümumiyyətlə full elektrikli maşınlarla çox da aram olmasa da, gəlmişkən göstərək. Buradan dəymişi var. İnək vurublar, nağ ayrıblar. Nəsə belə bir şey avariya eləyib. Çoxlu Tesla. Dayışı da gedək. Hətta taksi Tesla da var orada əzilmiş. Nə qədər Tesla var ha burada. Millət, misal üçün bu taksi Tesla'dır. Bu da qaza eləyib. Gözdə bu storyli materialdır əslində. Onu da çəkim. Təbii ki, ancaq təzə maşınlar deyil də. Bu belə interesli maşınlar da var. Cadillac Northstar Maverick. Bizim o vaxt Cadillac'da da Northstar Maverick idi. 50-ci il anniversary-yə istehsal olunub. Elə. Onun üzü başı təmizdir. Bu yəqin elə köhnə maşındır deyə bura qoyublar satış üçün. Bağlayaq. Arxasını da göstərək. Yəni görüm köhnə maşın deyə bu. Yəni görüm bu. Təzə maşında bunu eləyəmirsən, misal üçün. Genişdir ya, qəşəng. Abifqası zadı çox salamat qalıb. Ümumiyyətlə, o vaxt, o dönəmin maşınları, misal üçün Cadillac'dır, Chevrolet falan, yəni dəriləri falan, yəni interyerlər çox ideal olur da, yəni belə yaxşı materialdan olub deyə. Ona görə bu günə kimi gəlib çatıb. Maraqlı. Görə başqa nə var? Mən niyəsə dirəşmişəm 911 axtarıram, amma Corvette tapdım. Təzə Corvette. Bir öncəki seriyada da düzdür, göstərmişdim. Başqası var burada, onu da göstərim. O qırmızı Corvette. Sağ tərəfdən, yoxsa arxa tərəfdən dəyib. Təzə maşınlar var. Açılmır. Arxadan da dəyib, arxadan. Amma bunu düzəldərlər. Düzəldə, amma xərci də var. Yəni, versiz. Bizim səhv eləmirəmsə M4 CS-in bagajda bu fiber qarışımlı. Yox, bu sırf fiberdir. Bizdə karbon qarışımlı fiberdir. Paint stick. Paint stick. Burada nəsə var, nəysə bunu qoydum. Bununla nəsə yazırlar üstünə, şüşəsinə. Hə, onunla yazırlar. Çox korramayım. Sonra getdik. Georgi zvanil. Vay, Georgi. Ot, Stas buradadır millət. Banan tapmışam siz üçün. Sizə əminliklə deyə bilərəm ki, Georgi buna zəng eləmir. Çoxdan da zəng eləmir özdə, biləsiniz. Yəni, faraya bax, sənsən. Daşdaşı bu, saralma deyil bu. V8 kompresor. Hey, canə, Evropeyka. Hayf səndən. Bunun vaxtları var deyə. Olivier. CLS 55 AMG. Buna da biraz üzüldük yəni. Düzdür, burada çoxucu buna tərəf sönüb baxmırlar, amma məncə qəşəng maşındır. Orada da nəsə kabriolet, BMW var, nə var. Burada yaxşıca döyülmüş bir 4 kabrio var, M paket.
Yəni hətta sizə desəm bu klyonkası da üstündədir də orada. Aromatizator falan hamısı buradadır. Başqa nə var? Vape çəkirmiş. Üzdə bir maraqlı bir şey. Maraqlı bir şey də yoxdur. Düzdür, olsa da götürəsi deyilik təbii ki. No, prosto da maraq, interes, Azərbaycanlıyıq. Prosto hava istidir, çox durmaq olmur. Yoxsa mən dənə-dənə incələyərdim hamısını. Görüm harda nə var, necədir. 4-cü seriya 430, yox 420. Koreyadan gəlib, hardan gəlib 420 söhbəti. Birinci səfərdir görürəm 420 burada. Düzdür, içəridə şey var, buferdir, nədir? No, 4'dür də. Balaca monitorla çox fikir vermir. Başqa nə var? Yəni millət, qeyd edeyim ki, çox o tərəflərə kimi gedir çıxır. O tərəflərə də mənim halım yoxdur gedib çıxmağa, üzrlü sayın. Yəni maksimum nə dərəcədə çəkib göstərə bilirəm, göstərirəm sizə də. Belə. Mənsiz, hamı da özün böyük şey sayır da. Mənsiz nə? Söhbət nədir millət? Siz biraz qəribə gələ bilər. Məsələn, qaqaş gəldi, intereslə elə skuter ilə. Salam. Olmaz çəkiliş. Dedi, okey, bizim icazəmiz var. Göstərdi, bir dənə öyle dedi. Всё. Okey, çıxdı getdi. Bizdə olanda qapıda o zəncir açan dayıya kimi gəlir. Olmaz, müdür qoymur. XM-lə bəlkə bağlayaq. XM-i də göstərim, sonra deməsinlər. Baxın orada XM görürük, BMW. Challenger falan var, nə bilim. Aralıqda düzdür, çox gəzmədik. Əsas ciplərdir, Vogue falan var. Qiyməti hər gün düşür. XM amma babatdır. Onun qapısı da açılar. Əlbəttə ki. Normal. Qırmızı salon. Hətta fikir versəz millət, yəni bu salafandır da, yəni. Buna belə, bu belə sökülməyib də. Prosta bu hansı problemlə gəlib düşüb bura, onu indi baxım görüm, deyəcəm. Bu suya oxşuyur, mən qınama. Çünki salafan demək olar maşındır. Burun reseptorlarımı işə salım. Yox, belə su tam effekti, tam su effekti də vermir, amma bagajında şeylər var. Ventilator falan belə şeylər var. Bəlkə də motorla bağlı nəsə olub bilmirəm, amma millət, bir dənə bu lotunu götür bunu burada. Bunu vurub şey eləyərəm. Açıqlamasını çalışaram ki, verim. Qabağı falan da normaldır. Anlayamadım. Z71 Pickup Chevrolet. Bizdə heç vaxt olmayacaq, çünki gömrük rüsumu bu avtomobillərə çox yuxarıdır da, yəni. Şeydir ya. Daçnik desən də belə, pır. Batanları çıxardırsan zat. Biraz bunu sürən gərək biraz belə şey ola da, belə. Öyle bir şey ola. Amma bu sürülüb normaldir. Bəzi biraz deformasiyalar falan görürəm interyerində. Nə bilim, bunlar xoşlayırlar. Sonra nə var? G30 var, G30 bizdə moddadır. Xoşlayırlar. Murad, sənin üçün çəkirəm G30. Tariyel sənin üçün də çəkmiş ola bilərəm. Plug-in hibriddir, nədir, kimdir bu? Cana 540'dır, yox, uşaqlar, bu sizlik deyil. Bu Nuro üçündür. Gürcistan bazarı üçün bombadır. 540, düzdür. Təbii ki, açılmayacaq. M-paket. İli təzə adama nədirsə. Paduşkalar açılıb. İçindən qəşəng aromatla iyi gəlir. Doğrudan zarafat eləməm. Qəşəng iyi gəlir içindən. Qabaq hissəsi dəyib. Belə, yanında da bir dənə 7-ci seriya var. O da bu formada. Son olaraq sizə yaxşı bir sualım var. Bayaqdan bütün avtomobilləri çəkib sizə göstərdim. Zəhmət olmasa şərh hissəsində bildirin ki, buradan hansı avtomobili alıb, götürüb, apararsız, təmir edib, sürərsiniz. Özümə də maraqlıdır. Düzdür, beynimdə də bir-iki dənə variantlar var. Amma ümumiyyətlə videomuz burada sonlanır. Zəhmət olmasa videomuzu bəyənməyi, kanalımıza abunə olmamışsınızsa mütləq şəkildə abunə olmağı da unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Mən də bir Aventadora oturum getməyim. Açılmadı.